Süni meydança şəxsən mənim üçün, mən öz belə deyək də praktikamdan danışacağam. Süni meydanda oynamaq ot meydandan daha mənim üçün daha belə deyək də rahat idi. Rahat. Söhbət yaxşı süni meydan. Yaxşı süni meydandan. Ay sağ ol. İndi Finlandiyadakı bilirsən ki, əgər Sabahın rəqibi, yəni bu günlər mərhələni keçsə, Kups olsa, yəni Finlandiyada hava şərtləri ilə bağlı, yəni ən yaxşı süni meydançalar təqib olunur da, yəni ən yaxşı tikilir, istifadə olunur. Ona görə də mən inanmıram ki, belə deyək də, Sabah üçün hər hansı bir problem yaransın. Sadəcə burada problem o halda ola bilər ki, süni meydançada biraz, yəni statistika əslində bunu yaxınlarda belə bir statistika var idi ki, süni meydanla normal təbii meydanda o zədə baxımından şikayət var idi ki, süni meydanda oynayan futbolçular daha çox zədələnirlər. Amma statistika göstərdi ki, daha doğrusu, yəni süni meydança ilə təbii meydançada oynayan futbolçuların, yəni demək olar ki, zədə faizi eynidir. Yəni burada hər hansı bir dəyişiklik yoxdur. Sadəcə ora bəzən elə süni meydançalar olur ki, çox yüngül olur. Yəni üstündə gəzəndə belə deyək də özünü sanki çox buzun üzərində. Yox, yəni sanki yatağın üstündə gəzirsən, o qədər yumşaq olur. Bəziləri də olur ki, çox bərk olur. Amma hansı ki bu ikisinin ortasında olan süni meydançalar məncə futbol oynamaq üçün idealdır.